Rusiya rəsmilərinin Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlılara qarşı zorakılığından sonra Azərbaycanla münasibətlərdə yaranmış gərginlik ilə bağlı açıqlamalarının məntiqi mübahisəlidir. Mariya Zakharova deyib ki, Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var. Dmitri Peskov isə bir qədər də irəli gedərək Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük açıqlamasını verib. Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi üçüncü qüvvələr varsa, bu iki halda mümkün ola bilər. Ya Rusiya daxilindəki qüvvələr təxribat törədir ki, adətən Kremlin siyasi qərarı olmadan belə hallar baş vermir. Ya da Rusiya xarici qüvvələrin FSB-yə sızaraq Azərbaycanlılara hücum etdiyi açıqlanmalıdır. Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə, bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır. Bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil. Rusiyanın kənar qüvvələr iddiasının məqsədi aydındır. Diqqəti törətdikləri zorakılıqdan yayındırmaq və məsuliyyətdən qaçmağa çalışırlar. Azərbaycan, Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir. Bu barədə Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın səfiri Mikhail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib. Məlumata qeyd olunub ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib. Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Bunu bugün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir. Zakharova, İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olduğunu söyləyib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğun olaraq qalır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoyub. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə bugündən Plan 1 dondurmalarının idxalına müvəqqəti qadağa tətbiq edilib. Sözgedən Dondurma Partiyası koliform bakteriyalarının səviyyəsinə görə Gömrük İttifaqının texniki reqlamentləri ilə müəyyən edilmiş standartlara cavab vermirdi. Biz bəzi media resurslarında güya Azərbaycanda rus dilli məktəblərin bağlanmasının planlaşdırıldığı barədə xəbərlər görmüşük. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Bir müddət sonra yaranan çoxsaylı sualları nəzərə alaraq Azərbaycanın Elm və Təhsil Nazirliyi dərhal bu məlumatı təqzib etdi. Vəziyyəti diqqətlə izləyirik və bu məsələ barədə Bakı ilə daim əlaqə saxlayırıq. Zakharova qeyd edib ki, təqzib vaxtında edilib. Çünki biz təkcə siyasi və ya fəlsəfi hadisədən danışmırıq. Bunlar konkret insanların talihləridir. Kiyev Qərbin hərbi yardımı olmadan heç nə edə bilməyəcək. Bu barədə NATO'nun baş katibi Mark Rutte deyib. O, Vaşinqtonun Kiyevə bir sıra silahların tədarükünü dayandırması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Ukrayna qısa müddətdə Qərbin silah təchizatı, xüsusən də sursat və hava hücumundan müdafiə sistemləri olmadan heç nə edə bilməyəcək. Kiyevin sağ qalması çox çətindir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı İbrahim Cabbari, Körfəz bölgəsində gərginliyin artması ilə bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, əgər vəziyyət bu şəkildə davam etsə, enerji bazarı deyə bir şey qalmayacaq. Cabbari bildirib ki,
ABŞ və müttəfiqlərinin bölgədəki fəaliyyəti, xüsusilə də Hörmüz boğazında artan hərbi varlığı İranı daha sərt addımlar atmağa məcbur edə bilər. O vurğulayıb ki, İranın bölgədəki strateji imkanları istənilən anda enerji nəqliyyatını iflic edə bilər. Yəni, İran Fars körfəzində enerji tranzitini əngəlləyə biləcək variantlardan istifadə edəcək. Biz hələ də müharibədəyik və savaş bitməyib. Müharibənin dayandırılması qarşı tərəfin zəifliyi və acizliyi ilə bağlı olub. Düşmənlər bilməlidir ki, İran yalnız sözlə kifayətlənməz. Əgər məcbur etsələr, dünya enerji bazarını sarsıdacaq addımlar atmaqdan çəkinməyəcək. Azərbaycan həbs olunan rusların konsulluqla əlaqə saxlaması tələbi ilə bağlı notalara cavab verməyib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat yayıb. Rusiya vətəndaşlarının və jurnalistlərin saxlanması ilə bağlı məlumatı təsdiq edirik. Nəzərinizə çatdırırıq ki, səfirlik dərhal Azərbaycan Xarici İşlər Nazirliyinə həbs edilmiş Rusiya vətəndaşlarının konsulluqla əlaqə saxlaması tələbi ilə nota göndərib. Azərbaycan tərəfdən hələ heç bir cavab verilməyib. Səfirliyin Telegram kanalında yayılan məlumatda deyilir. Rusiya prezidenti Vladimir Putin hazırda Azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığını planlaşdırmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov məsələ ilə bağlı suala cavab olaraq hazırda yox cavabını verib. Çin vətəndaşlarına İrana səyahətdən çəkinmələrinə dair tövsiyəsini bir daha təkrarlayıb. Komünist Partiyasının nəşri olan Global Times qəzetinin xəbərinə görə, Çinin Tehrandakı səfirliyi vətəndaşlarına İrana səyahət etməmələri ilə bağlı yeni bəyanat yayıb. Bəyanatda İsraillə atəşkəsə baxmayaraq, İranda vəziyyətin hələ də qarışıq olduğu qeyd olunub. İranda olan Çin vətəndaşlarına isə təhlükəsizlik xəbərdarlıqlarına əməl etmələri, təcili vəziyyətlərə hazır olmaları və həssas bölgələrdən uzaq durmaları tövsiyə olunub. ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinə böyük ziyan dəyib. Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçı deyib. Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda obyektlərə ciddi və böyük ziyan dəydiyini bilirik. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və hesabat hökumətə təqdim olunacaq. Diplomatın sözlərinə görə, zərərin miqyası haqqında hələ ki dəqiq məlumat yoxdur. Biz nüvə obyektlərini yenidən işə salmağın mümkün olub olmaması, onların yenidən işə salınıb salınmayacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik. İslam İnqilabının ali rəhbəri Ayətullah Əli Xameneyinin fətvasına əsasən, nüvə silahının İran İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur. O, dini baxımdan qadağandır.